Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qərb Kurs Universitetinin tələbəsi faciəli şəkildə vəfat edib. Bu barədə universitet sosial şəbəkə hesablarında məlumat yayıb. Bildirilib ki, universitetin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Fakültəsinin İnformasiya Texnologiyaları ixtisasında təhsil alan 5-ci kurs tələbəsi İkram Şahbalayev dəm qazından boğularaq dünyasını dəyişib. Allah rəhmət eləsin. Ziyəzəndə 11-ci sinif şagirdi Həlimə Mailova vəfat edib. Bu barədə rayonun Səbuhi Zeynalov adına Böyük Həmiyə kənd tam orta məktəbindən bildirilib. Məktəblinin böyrək çatışmamazlığından əziyyət çəkdiyi deyilir. Allah rəhmət eləsin.